Dövlət xadimi, dövlətçiliyimizin başında olan bir insan. Mən bir onu bilirəm ki, əgər Respublikamız lazım bilib, o Şah İsmail Xətai ilə orada heykəlini qoyublarsa, deməli, fəxr eləməli bir oğlumuz olub. Şəxsən mən üçün, bəşəriyyət üçün, ümumi bəşəriyyət üçün o şah kimi tarixdə qalıb. Necə ki, Hitler olub, Suvorov olub, nə bilim, Napolyon olub, o birisi qalıbdır. Fikirləşsə çox şey tapa bilərik, amma ilk öncə sərkərdə gəlir. Əlbəttə ki, tarixçi, dahi bir şəxs, Azərbaycanın birləşdirəndə vahid bir insan, vahid halda eləyən. Səfəvi dövlətinin yaradıcısı, sonra dahi tarixçi şəxs. Şah İsmail Xətai ən birincisi Səfəvi dövlətinin yaradıcısıdır. Azərbaycan həm şair, görkəmli şairimizdir. 1501-ci ildə Azərbaycanda ilk mərkəzləşmiş dövləti qurmuşdur. Sünni-şiə məsələsi qalanda bu Şah İsmailə aid deyil. Bu Vatikanın və Avropa dövlətlərinin bir oyunudur. Sadəcə türkü-türkə qırdırmaq və yaxud da iki türk Osmanlı və Səfəvi dövləti gücləndiyi bir dövrdə birinin güclənməsini yox, zəifləməsini istəyirlər. İki türk dövləti güclənib birləşməkdən qorxurdular. Bu da Avropa dövlətləri üçün çox çətin bir vəziyyətə salacaqdır. Belə iki dahi şəxsiyyət olub, amma deyilənə görə Azərbaycanın sünni-şiə məsələsini Şah İsmail Xətai eşitdiyimə görə bəzi mənbələrdən oxumuşam ki, Azərbaycanın sünni-şiə məsələsini Şah İsmail Xətaiyə gətirib, ondan sonra başlayıb. Xristianlardan kökü qoyulub, amma belə deyirlər ki, gücləndirən olub. Yəni, sırf buna görə biraz, yəni əvvəl yaxşı münasibətim var idisə, o söhbət eşitdiyimdən sonra biraz münasibətim mənfiyə doğru dəyişdi. Yəni, belə neytral, yəni, danılmaz vaxt ki, belə dövlət birləşdirmək yolunda, vahid dövləti yaratmaq. Yəni, çox işdə görür. İlk öncə ədəbiyyatımızın görkəmli şəxsiyyətlərindən biri şairimiz və tarixdə də adı keçən Səfəvi dövlətinin başçısı belə Şah İsmail Xətai. Mən belə də çox da bir şey bilmirəm, çox da məlumatım yoxdur. Mən buralıyam, mən bilmirəm. Ünlü türk hökmdarımız. Belə deyək də, ölkə quruculuğunun banisidir deyərdim. Həm də böyük ədəbiyyatçı, güzel şiirləri var. Yəni həm hökmdarlıqdan başqa sənətkarlığı da var idi, Yeşenk. Mənim üçün çox böyük şəxsiyyətdir. Azərbaycan mərkəzləşmiş dövlətin yaradıcısıdır, qurucusudur. Bilirsiniz, bəzən bu indiki şəraitdə yaşayırlar, o dövrü dərindən dərk eləmirlər. Başlayırlar uzaq dövrə qiymət verməyə. Orada da böyük yanlışlıqlar olur həmişə. Və yaxud hansısa bir bədii əsərin təsir altında düşürlər. Təbii ki, hansısa bir yazıçının təxəyyülündən doğan bəzi nöqsanlar əmələ gəlir, təbii ki. Ona görə də bəzi adamlarda yanlış təsəvvürlər yarana bilir. Şah İsmail Xətai tək mənim üçün yox, millət üçün çox böyük şəxsiyyət, böyük sərkərdə, şair. Ən əsası dilimizi, ana dilimizi ilk dəfə qanuni baxımdan, qanuni səviyyədə qüvvəyə mindirən bir şəxsiyyət. Böyük bütöv Azərbaycan yaratmaq arzusunda və bunun üçün, bu arzunu reallaşdırmaq üçün çox böyük mübarizə aparan dahi bir şəxsiyyət. İlk Azərbaycan dövlət dilini rəsmi dilən insan. Yəni Azərbaycan türkçəsini yoxdur, dövlət dilini kimi qəbul edən insan. Şair, yazıcı, həm də hökmdar. Bir adam yoxdur, yaxşı tərəflə var, pis tərəflə var. Hamı deməli ki, Şah İsmail yoxdur, belə super insan olub, yaxud da yaxşı hökmdar olub. Ən birincisi, əgər bu adam dövlət başçısı yoxdur, dövlət başçısı deyil, dövlətin də özünün funksiyaları var. O eləməlidir, yəni ən əsas deyək ki, əgər şeydə o sünniliyi aradan qaldırmaq üçün şərliyi dövlətin edir, düzmü? Dövlətin o normal bir şeydir, çünki o adam hakimiyyətə gəlməsidir. Hakimiyyətdə olmasında onun qurduğu dövlət İranda yerləşirdi. İranın da əsas dini məzhəbi şiəlikdir. Şiəlik o da adam demək ki, şiəliyə ətrafına almalıdır, sünni aradan qaldırmalıdır. Görkəmli Azərbaycan hökmdarı, Azərbaycanı vahid torpaqda birləşdirən biri. Şah İsmail Xətai bir türk hökmdarı idi. O dövrün ən böyük şəxsiyyətlərindən biri idi və Azərbaycanı parçalanmış Azərbaycanın vahid dövlət halında birləşdirən 16-cı əsr hökmdarlarından, məşhur hökmdarlarından biri olmuşdur. Həm də mənim üçün bir şairdir. Yəni esserdə belə bir fikir bildirilərmiş və indi də bəzi Avropa tarixşünaslığında Şah İsmail Xətaini fars hökmdarı kimi qeyd edirlər. Ona görə də bəlkə də Şah İsmail Xətaiyə fars damğası vururdular. Ona görə də yəqin ki, hal-hazırda onu türk adlandıranla fars adlandıranların arasında bir qədər konflikt, yəni mübarizə, münaqişə yaranır da ona görə.